Azerbaycan. Да. Xoş gördük. Hoş geldin. Salam değerli dostlar. Bura Azərbaycandır. Amma Azərbaycan mühacirətidir. Bugün sizinlə mən Emin Hüseynov və Mehman Hüseynov. Mehman Hüseynov Azərbaycanda baş verən olaylar barəsində danışacağıq. Və bugün ayın neçəsidir? Bugün ayın 10-u. 10 fevral 10 fevral hər birimizin sevdiyi ASTV açırıq. Mümtaz Xəlilzadə təqdim edir. Bu Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. ASTV xəbərin bugün olan əsas Xəbərə bax. başını təqdim edirik. Ölkədə və dünyada baş verən çox mühüm hadisələrlə qarşınızda. bugün ölkəmizə qonaq gəlir. Xoş gəlib, səfa gətirib ABŞ-ın vitse-prezidenti J.D. Vance. İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüşü keçirildi. Və görürsən, bəy, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq. Görsən İlham Əliyev orada görüşüb, biz də burada görüşmüşük. bəli, Prezident İlham Əliyev və ABŞ-nin vitse-prezidenti mətbuata bəyanatlarla çıxış etdilər. təbrik edirik. Nəhayət uzun müddətdən sonra Pensiyalar qalxıb. Nəhayət pensiyalar pensiyalar da qalxır ha. Dostlar, Milli Məclis Milli uşaq hüquqları haqqında yeni qanun layihəsini Aha, birinci baxın. oxunuşda qəbul etdi. Təfərrüatlar torbada pişik var. Ehtiyatlı olun. zərər çəkənlər Ruben Vardanyanın ömürlük azadlıqdan Və məhrumetmə cəzasına məhkum olunması Ruben istədilər. Vardanyan. Məhkəmə yekun qərar qəbul etmək üçün müşavirəyə getdi. Bu və digər İndi isə xəbərləri keçək bizim məsələ. Bizim xəbərlərimizə. bir daha xoş gördük. Xoş gördük. Əl çıxırıq ona görə ki, bax göstərək ki, AI deyil. ASTV-ni də əvvəlcədən göstərdik ki, bugün ayın Onu. 10-u. 21-22-dir. Axşam deyirəm ki, söhbət eləyək. ASTV-yə də sonra baxarıq. Gördün ki, J.D. Vance də gəldi. Azərbaycanı da ziyarət elədi. İlham Əliyevlə də görüşüb. İndi oturublar. Biz sənlə burada danışırıq. Onlar da orada çörək yeyirlər. Fikir mübadiləsi aparırlar. Biz isə keçək əsas məsələyə. Əsas məsələ isə odur ki, bu ilin əvvəlində biz gördüyümüz kimi yenə də cənab İlham Əliyev öz jurnalist və yaxud jurnalist dəstəsini yığıb onlarla çox ilhamlı Söhbətlər eləyir. söhbətlər eləyib və deyibdi ki, çiçəklənir doğma Azərbaycan. Və bundan sonra da bir gün sonra da Mirşahin də hətta sənin barəndə, mənim barəmdə bir özünə bənzər reportaj hazırlayıbdı. Reportaja kim baxmayıbsa 4-ü ya 5-i gedib də o. Gedib. Elə Real TV-də baxa bilərlər həmin reportaja. Biz isə keçirik ondan sonra baş verən hadisəyə. Bilirsən ki, hamı səbirsizliklə demək olar ki, hər gün Azərbaycan hakim ailəsinin bu günə kimi yayılmayan sirlərini gözləyir. Və sən də bildiribsən ki, 4-cü video gələcək tezliklə bu yaxın günlərdə. Video yenə də deyəsən Alyona Əliyevə yaxud Alyona Qançara həsr edimsən. Bilmək istəyərdim ki, cəmiyyət iki yerə bölünüb. Bəziləri səni, hətta məni də belə qınayıblar, deyiblər ki, düz eləməyibsiz, qurşaqdan aşağı İlham Əliyevə zərbə indirmisiniz. Bəziləri dəstəkləyir. Bəziləri isə dəstəkləyir. Dəstəkləyənlərin sayı daha çoxdur. Nəyə görə dəstəkləyənlərin sayı daha çoxdur? Daha çoxdur. Mən bunu əvvəllər də bildirmişəm ki, İlham Əliyev bu cəmiyyəti zombiləşdirib. Bu cəmiyyəti o qədər sıxıb, o qədər qəfəsə, çərçivəyə salıb ki, bu gün özü həmin o təliyə düşüb və bu gün İlham Əliyev qurbandır. Yəni biz illərdir görürük ki, İlham Əliyev siyasi rəqiblərinə qarşı, jurnalistlərə qarşı, müxalif fəallara qarşı, o ailələrinə qarşı
təzyiqlər, həbslər, seks spionajı ilə məşğul olub, bizim valideynlərimizə sataşıb, bizə şər atıb, böhtan atıb və İlham Əliyev düşünürdü ki, bir gün onun qapısı döyülməyəcək. Amma dünya həm də ona görə maraqlıdır ki, bilmək olmur sabah nələr baş verə bilər, sabah kimin qapısı döyülə bilər. Kimin əvvəli, kimin axırı. Bəli, həyat bumerangdır və elə oldu ki, bugün İlham Əliyev əvvəllər bizə hansı hissləri yaşadıb, bizə qarşı nələri istifadə eləyib, nələrə əl atıb, bugün də artıq söz sahibi bizik. Biz indi İlham Əliyevlə onun dili ilə danışırıq, ona cavabı onun öz dili ilə qaytarırıq. Burada bizi istəyirlər qınasınlar, istəyirlər dəstəkləsinlər. Cəmiyyətin 95%-i tam razıdır bu fəaliyyətdən, tam dəstəkləyirlər. Çünki cəmiyyətin içində bir Əliyevlərə qarşı bir kin var, nifrət var və bu illərdir yığılıb və ən əsas məsələ odur ki, İlham Əliyev bu xalqa 2022-ci əvvəllər də yalan danışıb, amma 2022-ci il əsas məqam odur ki, Bala Heydəri, demək Alona Əliyeva ilə ailə qurur və bizə 4 il ərzində yalan danışır, propaganda aparır ki, bizim evə gələn gəlin mələkdir sanki, onun keçmişi təmizdir, o bu xalqa bir nümunədir. Lakin zaman elə gətirdi ki, biz İlham Əliyevə göstərdik ki, sən bizə yalan danışmısan. Və insanlar niyə bu dəfə belə bunu şok kimi qəbul edib? Çünki biz həmişə deyirdik ki, İlham Əliyev yalan danışır, İlham Əliyev filan hərəkəti düz eləməyib, qumarbazdır, Leyla Əliyeva narkotik istifadəçisidir. Bunlar dedikodu kimi faktlardır, dedikodu söhbətləridir. Amma İlham Əliyev faktlardan qorxur. İlham Əliyev, bax, jurnalistlər həbsdədir. O jurnalistlər ona görə həbsdədir ki, bəylərin, İlham Əliyevin korrupsiya əməllərini faktlarla ortaya qoyub. İlham Əliyev də istəmir ki, ortada fakt olsun. Bax, biz Alona Əliyevaya əlimizdən faktlar olmasaydı, çıxıb cəmiyyətə desəydik ki, bu Alona, siz gördüyünüz Alona deyil, mən sənə inandırım ki, bizi qınayacaqdılar ki, sən o boyda təmiz, o boyda xalqı fikirləşən Alona xanıma şər atsan. Amma fakt olanda, burada biz görürük ki, 3 həftədir Azərbaycan hakimiyyəti cavab vermir, Mir Şahin hardasa gizlənib, ASTV-lər susub, hökumət yönlü mətbuat susub, İlham Əliyev susub, DTX susub, polisi susub. Fakt olanda deməli cavabları yoxdur, deməli təsdiq eləyirlər. Yəni susmaq bu demək ki, bunu təsdiq eləyirlər. Lakin mən əvvəlki serial kinolarda da bildirmişdim ki, bu son deyil, sonun başlanğıcıdır. Yəni biz elə bir mexanizm ortaya qoymuşuq ki, bu birinci, ikinci seriyadan sonra daha çox informasiyalar bizə çatdı, daha çox mənbələr bizə çıxdı və biz hər dəfə bu faktları topladıqca dəhşətə gəlirik ki, Allahım, bu ölkə kimlərin əlindədir? Bu ölkə, bu vətəndaşlar, bu cəmaatı kim idarə eləyir? Və ona görə də biz bir dəfəlik bu bütün faktları ortaya qoymadıq. Biz qısa-qısa, hissə-hissə göstəririk ki, İlham Əliyev, sən bizə yalan danışmısan, bizə həqiqətləri deməmisən, gizlətmisən və açırıq. Birinci bölümü o idi ki, Alona Əliyeva kimdir, əsli kimdir, ailəsi kimdir, onu qoyduq. İkinci hissədə Alona Əliyeva Balaca Heydərlə necə tanış olub, onu ortaya qoyduq. Üçüncü hissə Alona Əliyeva və onun ətrafı artıq necə ölkəni zəbt eləməyə başlayıblar. Villalarını, mülklərini, adlarını olan otellər, valideynlərinin adına olan mülklər. Dördüncü hissədə biz danışacağıq Alona Əliyevanın əməllərindən və bu hardasa
biz yəni bizim hesablama onu göstərir ki, bir 10 dənə kino ortaya çıxartmaq olar. Maraqlı məqam odur ki, hər kinodan sonra bizə mənbələr çıxır. Odessa 90% məndən danışır. Odessa Yaxşı, Odessadan danışaq. Hamı soruşur ki, Mehman, jurnalistlər də səndən soruşubdu. Bəzi adamlar soruşur ki, indi bu problemi çıxartdın. Misal üçün, hədəfin nədir də? Yəni, bəllidir, Alyona xanım Ukraynalıdır. Alyona xanım Godnisanovun qızı deyil. Alyona adi Ukrayna ailəsindəndir. Hətta onu yaşadığı ünvanı da tapdıq. Belə deyək də, nənəsinə kimi gedib axtarıb tapmışıq. Səncə o Alyonaya maraq hələ də nəyə görə qalır Azərbaycan xalqında? Bir də sənin marağın, misal üçün də, hamı deyir ki, niyə yapışmısınız? Problem yoxdur. Ancaq elə Alyona xanımla danışırız. Misal üçün, sənin o araşdırmalarından sonra mən özüm də baxdım ki, onun misal üçün Instagram fəaliyyəti bir həftə arası dayanmışdı. Bəli. Hökumət qərara gəlmişdi ki, belə deyək də, bu Bilmədi özünü necə aparsın. Bilmədi necə aparsın. Sonra hətta Leyla Əliyeva ortaya çıxdı. Dedilər ki, bəs blogerlər, jurnalistlər, mühacirətdə yaşayan şəxslər başlayıblar deməyə ki, görünür ki, İlham Əliyev B planını hazırlayır. Leyla Əliyevanı Alyona xanımla əvəz edəcək. Amma mən diqqətlə onların hərəkətlərini izləyirəm və görürəm ki, əgər sənin o araşdırmandan qabaq gündə 3-4 dənə Instagram paylaşımları eləyirdilərsə, indi 4-5-ini eləyirlər. Partapar düşüblər. Yəni, harasa görünür tələsirlər və Alyona xanım elə bil yəni dövlət propaganda maşını sanki onun belə deyək də Azərbaycanı ən çox istəyən birisi kimi göstərir və görünən odur ki, ən azından mənə belə gəlir ki, Alyona xanımla Heydər Əliyev hələlik Bala Heydər sənin dili ilə desək və yaxud Mehriban Əliyevanın dili ilə desək ki, Bala Heydər deyir artıq böyüyübdür, 2 oğlu var. Yəni Heydər Əliyev Junior deyək. Plan İlham Əliyev özünə belə deyək də, onu əvəz edə biləcək şəxs olaraq hələ də planında qalır. Səni, bax burada, istəyin nədir? Yəni, sən cəmaata nə göstərmək istəyirsən? Sən göstərmək istəyirsən ki, Alyona'nın keçmişi, indi ki, hər bir insanın keçmişində problem ola bilər. Və şəxsən mənim, misal üçün, Alyona xanımın keçmişi yox, gələcəyi narahat edir. Keçmişdə çox adam ola bilər. Keçmişdə biz görmüşük ki, insanlar problemlər yaşayıblar. Misal üçün, indi bugün ABŞ vitse-prezidenti gəlibdir, J.D. Vance. Onun elə bir ailədə böyüyübdür ki, misal üçün, problemli ailə idi. Problemli ailə idi. Amma o adam özünə hədəf qoyubdur ki, o boyda ABŞ kimi dövlətin vitse-prezidenti olsun və gəldi də böyük siyasətə 41 ya 42 yaşı var onun. İndi bugün İlham Əliyev onu görəndə belə Smirna durur. Və biz niyə bunu paylaşırıq? Niyə paylaşırsan? Bax, cəmaət deyir ki, cavabım var. Məsələ budur ki, İlham Əliyev illərdir bizim ailəmizə qarşı, yenə deyək ki, tək bizim ailəmizdən yox, digər siyasi fəallara qarşı bir terror törədirdi onun ailəsinə qarşı. DTX-in vasitəsilə, polis vasitəsilə bizim yatağımıza girib, bizi həbsə göndərib, bizim anamızı öldürüb, en qədər sənin vətəndaşlığını çıxardıb, sayı hesabı yoxdur. İlham Əliyevin bizə qarşı elədiyi, bu millətə qarşı elədiyi cinayətlərin sayı hesabı yoxdur. İlham Əliyev düşünürdü ki, ona qarşı heç kim çıxa bilməz.
onunla heç kim öz dili ilə danışa bilməz. Onunla heç kim hədə qorxu dili ilə danışa bilməz. Lakin yenə deyirəm ki, mən hətta özüm gözləmirdim ki, belə bir şey baş verə bilər. Burada biz İlham Əliyevə göstərdik ki, İlham Əliyev dünya dəyişib, zaman dəyişib. Artıq texnologiyalar o qədər inkişaf edib ki, bilmək olmur, sabah mənim başıma nə gələ bilər, sənin, İlham Əliyevin. Və elə oldu ki, bu məlumatlar gəldi, məhz mənə çatdı. Mən əminəm ki, təsadüfi mən seçilməmişəm. Bunu açıq mətbuatda da bildirmişəm ki, bu məlumatlar... Yəni, səndən başqa heç kəs bunu ictimailəşdirməyəcək. Yox, elənməyəcəkdi. Yəni, mənə ötürən məlumatlar, mənlə danışan, mən hətta hələ də bilmirəm kim danışan, o adam tam əmin idi ki, mən düşünmədən bu məlumatları paylaşacağam. Çünki bu məlumatı paylaşmaq ölüm hökmünü imzalamaq kimi bir şeydir. Yəni, hər bir insan bu məlumatı paylaşır və dərk edir ki, bu risklidir. Mən düşünürəm ki, bir çoxları hətta mətbuatda bunu verməyiblər və bizə bildiriblər ki, çox mətbuatı bunu verməyib. Ailə üzvlərimiz var, qohumlarımız var, bizi yox edərlər. Demokratik, o liberal media düşərgəsində onları da başa düşürəm. Hər kəs yaşamaq istəyir, ailəsini düşünür. Amma mən ailəmi düşünmürəm. Mən artıq atamı, ortancıl qardaşımı, qohumlarımla heç əlaqəm yoxdur. Özünü düşünmürsən? Mesela? Mən özümü də düşünmürəm. İlham Əliyev mənə öyrədib ki, sən bu dünyada sağ qalmaq üçün loto olmalısan, sözünü deməlisən. Dəmir yumruq olmalısan. Dəmir yumruq olmalısan. Və indi arada İlham Əliyevə deyirsən, dəmir yumruq deyilsən, xəmir yumruqsan. İlham Əliyev də sənə göstəribdi ki, bax, bəli, mən belə edim. Elədim. İndi bax, iki dəmir yumruqsuz, yoxsa o da dəmir yumruqdur, sən də dəmir yumruqsan. Misal üçün, bax. Amma fərq var. Fərq odur ki, İlham Əliyevin itirəcəyi nəsə var, amma Mehman Hüseynovun itirəcəyi heç nə yoxdur. Mənim heç nəyim yoxdur. Anam torpağın altındadır. İlham Əliyev hər həftə onun ruhunu incidir. Atam girovluqda, ortancıl qardaşım girovluqda. Sən öz işində, mən qalmışam ortada. Mənə deyirəm ki, İlham Əliyevin itirəcəyi var. Mehman Hüseynovun itirəcəyi yoxdur. İlham Əliyev məni çəkib, mən deyirəm ki, paylaş getsin. Qoy görsünlər ki, yataqda əsl kişi necə olmalıdır. Amma İlham Əliyev artıq dərk eləməlidir ki, Hüseynovlar ailəsi ilə, Mehmanla hərdə dilində danışmaq məsləhət görmürəm. Yəni sən bunu ailə düşmənçiliyi müstəvisinə keçirirsən. Deyirsən kimsə onu da fikirləşə bilər, haqqı var. Əliyevlər Hüseynovlara qarşı. Haqqı var. Çünki bizim ailə İlham Əliyevin əlindən çoxlu əziyyət çəkib. Hüseynovlar bizim ailə Azərbaycanda ən çox əziyyət çəkən ailələrdən biridir. Və bu bağışlanmayan səhvlərdir. Və mən də yenə deyirəm ki, İlham Əliyev bizlə danışanda, bizlə bizim ailəmizə dil uzadanda diqqətli olmalıdır. Mehmanın indiyənə kimi gördükləri bu seriallar, kinolar, bu ümumi işin 3%-idir. Yəni mən biraz da ona qaz versəm, bir 10-20% artıq kinolar, ortaya materiallar qoysam, İlham Əliyev düşünmədən gecəylə qaçacaq ölkədən. Bəs illər boyu, misal üçün mən şəxsən özüm İlham Əliyevin Avropada və onun yaxınlarının dəbdəbəli həyat tərzini şəxsən özüm izləmişəm. Və dəfələrlə bunu hətta canlı yayımlarda səsləndirəndə hamı deyirdi, əşi, prezident də onu olur, onda da olmasın, kimdə olsun. O məsələ var idi, Heydər Əliyevin əskərlik məsələsi. Bəli. O Əli Nağıyevin rəhbərliyi altında güyəm hərbi xidmət keçibdi. Dövlət təhlükəsizlik xidmətində. Yəni, bəzən belə deyək də, o yalanı mən özüm görəndə ki, misal üçün Heydər Əliyev hərbi hissədə karantində olduğu bir vaxtda karantini Fransanın sahilində yaxtada keçiribdi. Və bunu
4-5 dəfə mən canlı yayımlarda demişəm, sanki xalq bunu eşitməyib. Amma sən bunu deyəndə və bu Alyona'nın məsələsi ilə bağlı sonra ortaya materiallar çıxartmışsan, araşdırmalar eləmişsən, hamı başladı bundan danışmağa. Və hətta hökumət bilirdi ki, mən onu çəkmişdim. Və Hökumət bilirdi sən çəkmişdin, amma hökumət çox şey bilirdi. Hökumət bilirdi ki, Mehman Hüseynovla dil tapma olar, Mehman Hüseynovla bir kişiyani söhbət eləmək olar. Mən ölkədə idim, ölkədə araşdırmalar eləyirdim, korrupsiya araşdırmaları eləyirdim. Əlin Nağıyevlə mən en qədər görüşmüşəm şəxsən. Daxili İşlər Nazirliyinin məhsul adamları ilə elə məsələlər olurdu ki, deyirdilər, Mehman bir böyüyüm kimi səndən xahiş edirəm, bəlkə bunu belə Azərbaycan reallıqlarıdır. Azərbaycanda korrupsiyanı araşdırmaq üçün çox risklidir, amma bəzən də sən addımlarını ölçüb biçirsən ki, yəni hansısa qırmızı xətlər var idi. 100%. Amma baxmayaraq ki, mən bu qırmızı xətti gözləyirdim, baxmayaraq ki, mən Azərbaycan reallıqlarını nəzərə alırdım. İlham Əliyev mənim ailəmə qarşı, mənə qarşı, qardaşlarıma, atama qarşı bu xətləri yığışdırdı. İlham Əliyev bu xətləri yığışdırdısa, mən dünəndən bu xətləri yığışdıra bilərəm və yenə deyirəm ki, dünya dəyişib. Dünya dəyişib, dünyada siyasət dəyişib. Dünyada kimsə kiməsə xof gəlmək istəyir, kimsə siyasətdə güclü olduğunu göstərmək istəyir. Və yenə deyirəm ki, bu məsələ, bu materiallar mənim əlimə düşməsi təsadüfi deyildi. Mənə bu materialları ötürüləndə artıq bilirdilər ki, bu yayılacaq. Və mən hətta bir şey də deyim. Bu materialları biz pul verib almışıq. Sonradan mən oturub qərarlaşdırdım ki, mən həmin mənbəyə pul verməsəydim belə, o yenə də mənə pulsuz o materialları verəcəkdi. Sadəcə kimsə çay pulu götürüb özünə orada. Halal xoşu. İnstrumentdə bu yaxşı oldu. Bu partlayış olandan sonra mənə en qədər mənbələr çıxdı və bildirdilər ki, Mehman, bizdə də var sənə lazım olan materiallar. Yəni indi təkcə belə deyək də, prezidentin bütün ailə üzvləri ilə bağlı onların, mən belə başa düşürəm, o kölgə həyatı barədə. Kimsə deyir ki, şəxsi həyatdır. Mən hesab edirəm ki, prezidentin ailə üzvlərinin şəxsi həyatı olmur. Əgər siz bir kürsüdə oturmusunuzsa, 93-cü ildən üzü bəri, misal üçün 10 il Heydər Əliyev olub, ondan sonra oğluna hakimiyyəti ötürüb İlham Əliyev. İlham Əliyev konstitusiyanı dəyişib, 5 dəfə prezident olub, həyat yoldaşını təyin eləyibdi vitse-prezident və dekabr ayındaydı, səhv etmirəmsə, 2025-ci ildə o Qarabağ köçkünləri ilə görüşərkən bildirir ki, bəs təşkil olunmuş görüşdə ağsaqqallardan biri, saxta ağsaqqallardan biri deyir ki, Balaca Heydəri görmək istəyir prezident olsun, Bala Heydər. Və buna start verilir. Və mən bu deyiləndən sonra mən şəxsən baxdım ki, bu noyabr ayından bəri Alyona Əliyeva ilə bağlı Instagram paylaşımları sanki yeni bir mərhələyə, rəsmi PR gedir, elə bir reklam gedir. Mehriban Əliyevadan çox Alyona Əliyevanı başlayıblar reklam eləməyə. Və hətta bir tələm-tələsik də ona bir Wikipedia səhifəsi də açıblar 15-ində. Yəni qərar verilibdi 15-i. Təxminən noyabrın ortalarında. Həmin vaxtlarda da İlham Əliyevin simasında müəyyən belə deyək də dəyişikliklər olmuşdur. Kimsə deyir ki, plastik, estetik ola bilsin, tibbi prosedurları keçib. Bu ayrı bir mövzudur. Amma bəzən belə deyək də avtoritar hökmdarlar narahatdırlar. Birdən harasa əməliyyata gedər, əməliyyatdan ağır çıxar. Ya həyatdır da, yaşam. Hər bir şey ala bilirsən, Allahın deyir qismətidirsə, bir də görürsən ki, adam xəstələnə bilər. Doğru, sağlamlığına alır. Bugün hələ ki müasir texnologiyalar
hətta ən dünyanın varlı adamlarına imkan vermir ki, bəzən o həyatlarından xilas olunsun. Biz görürük ki, başqa ölkələrdə də eyni problemlər yaşanılır. Və birdən-birə başlayıblar danışmağa Bala Heydərin və yaxud Heydər Əliyevin prezident kürsülüyünə olması. Və ən maraqlısı budur ki, mən yenə deyirəm ki, mənim üçün şəxsən indi bəlkə sənin üçün fərq başqa cür yanaşırsan, mən hesab edirəm ki, əgər kim istəyirsə prezident olsun, hətta prezidentin ailə üzvündən fərqi yoxdur, istəyir bax Leyla Əliyeva getsin seçkiyə və yaxud Heydər Əliyev, Kiçik Heydər, Arzu Əliyeva və yaxud Sevil Əliyeva və yaxud Azər Əliyev, Azər və yaxud Jiraf Əliyev fərqi yoxdur. Azad ədalətli seçki olsun, gəlsinlər, iştirak eləsinlər və bu tərəfdən də, demokratik düşərgədən də bütün namizədləri qeydiyyata alsınlar. Gəlsinlər, xalq seçsin də. Demir İlham Əliyev Qarabağı almışam və seçiləcəm də. Mən hesab edirəm ki, məsəl üçün bu 2023-dən və 2023-cü ildə, bir də 2020-ci ildə seçkilər olsaydı, həmin ərəfədə Əliyevin müəyyən səs çoxluğu ilə, yəni siyasi texnologiyalardan istifadə edib deyəcək ki, torpaqlar azad olundu. Yəni xalqda motivasiya var idi ki, ona səs versinlər. Amma hətta o vaxtı İlham Əliyev kişi kimi, o dediyi kimi də ədalətli seçki təşkil eləməyib. Yəni seçki təşkil eləyibdi, 98% özünə səs yazıb, yəni nə qədərsə. Bunu qoyuruq qıraq. Amma indiki məsələdə şəxsən məni yenə deyirəm ki, sənin indi İlham Əliyevin və yaxud onun ailə üzvlərinin və yaxud gəlinin keçmişi barədə danışdı. Onun gələcəyi barədə də danışmaq lazımdır. Çünki xalq sanki fikirləşir ki, bu cürdə olmalıdır. Yaxşı, indi bax bu il 2026-cı ildə tibbi sığorta xərcləri azaldılır. Yəni o deməkdir ki, dövlət büdcəsindən insanların səhhətinə xərclənəcək, belə deyək də, pulun həcmi xeyli azaldılıb. Az xərclənəcək. Yəni insanlar yenə də məcburən gedib özlərinə, belə deyək də, şəfa diləmək üçün ciblərindən daha çox pul xərcləməli olacaqlar. Və eyni vaxtda biz görürük ki, həmin Alyona Əliyeva gedir 50 velosiped paylayır. Sənin araşdırmandan sonra başlayıblar part-apart talasemiya xəstələri ilə görüşür. İndi o barədə danışarıq. Velosiped paylayır. Və velosipedi öz adına yazılan heç özü də verməyib. Velosiped Federasiyası Mədət Quliyev hədiyyə eləyib. Velosiped heç. İndi amma mən belə başa düşürəm ki, bu hakim elita, başda Alyona xanım olmaqla, belə deyək də 10 milyonluq Azərbaycanlılar onların körpələrinin velosipedlərini oğurlayıbdır. 50 körpəyə aparıb velosiped verməklə güya bunlar problemi düzəldir. Yəni bunlar artıq fikirləşirlər ki, sosial şəbəkələr vasitəsilə insanların şüurunu, könlünü ala bilib və belə deyək də, sabah o onlayn sosial şəbəkələrdə çoxlu sayda likeların özü də belə legitimlik əlaməti. Deyəcək ki, Alyona xanım Azərbaycan xalqı sevir. Ona görə Azərbaycanın misal üçün birinci vitse-prezidenti ola bilər gələcəkdə. Buna məsələ Mən elə nədir? düşünmürəm. Bəli, Alyonanın reklamına hal-hazırda təzədən milyonlar tökürlər, onu gündəmə gətirmək istəyirlər. Amma İlham Əliyev üçün bu çətin olacaq. 50 velosiped almaq, mən araşdırmışam. Deməli, velosipedin biri 120 manatdır. 50 velosiped eləyir 6000 manat. Tutam ki, 7000 manat 50 velosipedə verir. Alyona Qonçar Əliyevanın bir sumkası 15.000 manatdır. Yəni bu bir öz sumkasının ruçka hissəsini bir 50 nəfərə verib. İkinci məsələ odur ki, Alyona Qonçarın adından olunan bu hədiyyələr, bu xeyriyyə işləri heç özü eləmir bunun. Velosipedi hədiyyə verən, uşaqlara hədiyyə verən Velosiped Federasiyası olub, araşdırma çıxıb. Alyonanın heç bu velosipeddən xəbərləri yox idi. Alyonanın PR-na xərclənən yenə deyək ki, o maya batıb. Siz girin Baku TV, Qafqaz Info, o birisi. Alyonanın paylaşılan şəkillərin
altında şərhləri oxuyun. Cəmaət orada elə yazır ki, Mehman, Allah səndən razı olsun ki, 50 dənə uşağı sevindirdin. 50 dənə uşağa velosiped aldın. Ay Mehman, Allah səndən razı olsun ki, sən bunları hərəkətə gətirdin. Alyonanı işə saldın. Hökumət başlayıb işləməyə, maraqlanmağa. Hələ bu bizim gördüyümüz 2-3%dir. Biz gördüyümüz işin 2-3%-nə hökumətin reaksiyası budursa, biz qarşıda gələn araşdırmaları, materialları ortaya qoyanda mən tam əminəm ki, bu xalq nəinki imkan verməyəcək. Hətta ayağa qalxıb etiraz edəcək ki, Alyona Əliyevanın haqqı yoxdur ki, bu ölkədə yaşamağa belə haqqı yoxdur. Mən misal üçün nəyə görə yaşamağa haqqı yoxdur səncə? Yəni xalqın dili ilə demək istəyirsən. Xalqın dili ilə demək istəyirəm, amma ölkədə iş yerləri yox. Cəmaət Zaten Alyona Əliyeva misal üçün keçən noyabra qədər ölkədə yaşamırdı. Onlar Heydərlə Bodrumda yaşayırdılar. aydın Amma nəsə məsələdir. baş verib onlara bir belə deyək, komanda gəldi ki, balay, durun gəlin bura, Evə gəlin. söhbət var deyir. Yox, söhbət odur ki, mən bilirəm ölkədə sosial vəziyyəti. Pensiya yaşı xanımların 65-ə çatıb. Heç 65-də Azərbaycanda 65 yaşa heç kim sağ qalmır. Pensiya yaşı qaldırılır. İş yerləri yox. Hər yerdə sakraşeniya gedir. Benzin qiyməti qalxır. Qaz, su, işıq Çörək qiyməti qiyməti qalxır. Bu qalxır. İş yox, pul yox. Amma cəmaət də bir tərəfdən görür ki, İlham Əliyev gəlininə məndə video var. Alyona Əliyeva dünən 3 gün bundan qabaq Gəncəyə gedib. Gəncəyə bu adam 35 maşın kortejlə gedib. Bax, bir Alyonaya niyə 35 ədəd maşın ayrılıb? Niyə dövlət büdcəsindən milyonlar xərclənir ki, bu adam gedir Gəncəyə 40-50 mühafizə ilə. Bax, bunu insanlar da evdə ac qarnına baxır Mehmanın reportajına. Mən də deyirəm ki, ay cəmaət, sən acsan, sən ona görə tumancaq qalmısan, ona görə yeməyi heç nə tapmırsan. Çünki Alyona Gəncəyə gedəndə bunun elə bir səfərinə bir 2, 3, 4, 5 milyon pul xərclənilir. Alyonanın təhlükəsizliyinə bütün polisi çölə atırlar, yollar bağlanır. Alyona öz kefindən qalmır, Alyona yaxtasından, istirahətindən qalmır. Cəmaətdə qalıb avara. Və mən yenə deyəm ki, sən misal üçün çəkmişdin Bala Heydəri ki, əskəriyyətdə deyildi, amma reaksiya az idi. Mən bilirəm ki, bu insanlara həmin informasiyaları necə çatdırmaq lazımdır, necə insanlara təsir etmək lazımdır ki, insanlar başa düşsün ki, onların haqqını, hüquqlarını, çörəyini, işini oğurlayan bir ailə var. Əliyevlər ailəsi və gedib onlardan haqqını tələb etməlidir. Niyə mən bundan əminəm? Mən əminəm və mən şərhləri görürəm, mənə olan münasibəti görürəm, mənlə ünsiyyətdə olan insanları görürəm və başa düşürəm ki, İlham Əliyevi artıq biz problem yarada bilirik. İlham Əliyev son bir saat bundan qabaq sənə deyim, o qədər sumka dedin. Alyona Əliyeva gedib Talasemiya mərkəzinə, fikir ver. Artıq sumkası da yoxdur. Belə biraz gizlədirlər. Amma bizdə gizlədiləsi heç nə yoxdur. Bizdə nə varsa ortadadır. Leyla xanımla gediblər. Qoy görüm sırasına baxım. Yəni indi 21-ci əsrdə yaşayırıq. AI ilə oturub misal üçün onların ətrafında kimsə bir nəfərin şəklini qoyursun, şəkillə insanların belə deyək də 10 il əvvəl də harda nə profili olub çıxır. Onu tapmaq olur. Aydın məsələdir. İlham Əliyev yenə deyirəm ki, korrupsiyadan, Alyonanın bahalı bahalı sumkalarından, onun bahalı geyimlərindən qorxmur. İlham Əliyevin bir şey qorxduğu var ki, bunun ailə üzvünün hansısa bir baseynin qırağında, dəniz qırağında istirahət edəndə bir lüt şəkli olsun və ya alt paltarında olsun. İlham Əliyev ümumiyyətlə avtoritar rejimlərdə hökumət nədən qorxur? Lüt adamdan. Yəni Mehman Hüseynov paltarlı daha çox təhlükəlidir, yoxsa paltarsız?
İlham Əliyev dərk eləyir ki, Mehman Hüseynov paltarsız daha çox təhlükəlidir. Mən burada səninlə razı deyiləm. Nəyə görə tam olaraq? Yəni sən deyirsən ki, tam misal üçün İlham Əliyevi yadına gəlirsə Türkiyəli jurnalistlər Bodrumda çəkiblər Şortikdə. İndi kimsə deyir ki, İlham Əliyevi çəkiblər. Misal üçün mən onların o Aralıq dənizində və yaxud belə deyək də Fransadır, ondan sonra İspaniyadır, ondan sonra İtaliyadır, Monakoda və yaxud hətta Yunanistana kimi gəzəndə yaxtalarda çəkilmişəm. Misal üçün kimsə belə deyək də Şortikdə gəzə bilər, kimsə çimərlik paltarında gəzə bilər. Mən şəxsən buna normal baxıram. Amma mən pis baxdığım nə idi? Mən pis baxdığım, sən dedin, Alyona Əliyeva gedib misal üçün 30 maşınla. Mən o vaxt misal üçün çəkəndə o İlham Əliyevin nəvələri balaca idi. O balaca nəvələri böyük təyyarələrlə İlham Əliyev gətirirdi. Misal üçün Fransada, o Nitsa aeroportundan, oradan da qayıqlarla, yaxtalarla gedirdilər. Misal üçün Santrapeyə kimi atdana biz də deyib baxırdıq ki, bu balaca uşaqları, misal üçün söhbət Mika və Əli. O vaxtı da mən bilirsən nə gördüm ki, məni ən çox yandıran nə idi? Deyirdim, balam, sən baban Araz Ağalarov, bir də atan Emin Ağalarov, balalar milyonerdirlər və yaxud deyir özlərini milyarder adlandırırlar. Öz təyyarəsinə səni mindirsin, nə qədər istəyir gəzdirsin də. Problem yoxdur. Amma sən bu yetim, bəzən deyir, bizdə deyir, əskərlər və yaxud kimisə vertolyotla bir yerdən o biri yerə aparmaq üçün kimsə pul tapa bilmir. Adam ölür, çatdırılmır rayondan Bakıya gətirmək üçün. Amma nəvələri yol belə deyək də, o balacaqlıqdan belə elə Dövlət hesabına uçub. Dövlət hesabına elə uçurdular. Mən indi yenə deyirəm, o sən deyirsən sənə o 5 gigabayt və yaxud nə qədər səmində məlumat var. Mən 10 terabayta yaxın video görüntülər var. Misal üçün 6-7 ilə əhatə edən görüntülər. Mən onu hesabladıqca havalanırdım. Misal üçün deyirdim ki, məsələn, kimsə yaxtada sən gəzirsən zaten. Amma yaxtada qalmırsan, misal üçün Həyat otelində qalırsan bu Kanda. Çörək yemək üçün düşürsən, misal üçün oteldə də ən dəbdəbəli, ən bahalı nömrədə qalırsan və qalanda da misal üçün 10 gün qalır orada. Başqa yerlərdə mülkləri var. Nə bilim, bəzən hərdən o qədər çox pul xərcləyirlər ki, mən fikirləşirdim ki, axı bunu nəyə görə belə bu qədər xərcləyirlər? Səncə səbəb nə idi? Səbəb nə idi? Əliyevləri mən yaxşı tanıyıram. Onların o dəbdəbəli həyatını bilirəm və son vaxtlar olan informasiya, məlumatlara əsasən mən görürəm ki, bu bir acgözlük xəstəliyidir. Bu adamlar, bunlarda doymaq söhbəti yoxdur. Yəni bunun qabağına steak qoy, o 100 dənəsini yeyəcək. Mika Əli Ağalarov artıq hərəsinin 3-4 restoranı var. Öz adına Bakıda restoranları var. Hələ mən onun gizlin restoranlarını demirəm də. Misal üçün orada en qədər artıq araşdırırıq, en qədər restoranlar var ki, onlar Ağalarov qrupun çətiri altındadır. Lakin onu özləri orada istifadə edirlər. Yəni balaca uşağın, 16 yaşlı uşaqların restoranları, dəbdəbəli həyatı, 100.000 avroluq saatları, bu o vaxt ola bilərdi ki, Azərbaycan vətəndaşı gözəl yaşayardı, Azərbaycan vətəndaşı öz ailəsini təmin edə bilərdi, Azərbaycan vətəndaşı pensiyasını, sosial yardımını, uşaq pulunu en qədər problem çəkə bilərəm ki, bunlar düzəlsəydi, bəli, sən deyərdin ki, bax, insanlar da yaxşı yaşayır, burada azad biznes mühiti var, azad monopoliya yoxdur, kim istəyir restoran açsın, kim istəyir biznesini açsın, amma ölkədə Mehman Hüseynov biznes aça bilməz.
Mehman Hüseynov restoran aça bilməz. Mehman Hüseyn türmədə olmalıdır. Mehman Hüseyn türmədə olmalıdır, mənim ailəm kef eləməlidir. Mən də İlham Əliyevə deyirəm ki, bundan sonra belə bir şey olmayacaq ki, sən kef içində yaşayacaqsan, sən bomba oğlan kimi görsənəcəksən, qalanı əzgin, qul kimi görsənəcək. Mənim itirəcəyim heç nə yoxdur. Mən qərar vermişəm ki, axıra kimi, sona kimi gedəcəm və xalq həqiqətləri biləcək. Xalq mənim yanımdadır. Yenə deyirəm ki, en qədər adam çıxıb ki, deyirlər ki, biz Mehman evimizi satıb, evin pulunu sənə hazırlıq verməyə ki, bu serialların davamı gəlsin. Bu məlumatların davamı gəlsin. Düşünmədən bunu eləyəcəklər. Çünki ailəyə qarşı nifrət, kin var. İnsanlar İlham Əliyevin ailəsindən əziyyət çəkiblər. Kiminsə evinin başına uçurdular. Bir şey deyim də, bax, səncə nəyə görə bu belədir? Çünki Qarabağ azad olunandan sonra hamı deyirdi ki, İlham Əliyevə bütün bu günə kimi elədikləri məsələlər bağışlanılıb və bəzi adamlar, hətta bizim jurnalist dostlarımız, araşdırmacı jurnalistlər də var, deyirlər ki, bundan sonra ölkə düzələcək, İlham Əliyev qalib xalqla hesablaşacaq, bizim Azərbaycanın bir dərdi qalacaq, korrupsiya. Və bu korrupsiya məsələlərdə həll olundan sonra gül kimi ölkə olacaq. Nəyə görə korrupsiyanın kökü kəsilmədi və əksinə daha betər duruma düşdük? Və o gözləntilər nəyə görə özünü doğrultmadı? Çünki Yəni Qarabağı aldıq, başa düşdük. Mən artıq bir şeyə də əminəm ki, mənim əlimdə olan materiallar dövlətlərin kəşfiyyatında, dövlətlərin əlində olan materialların 0,000 tam onda 5%-dir. Yəni bizdə olan məlumatlara əsasən mən artıq münasibəti görürəm, özlərini necə aparırlar görürəm. Mən artıq başa düşdüm ki, İlham Əliyevin Putinə başa-baş gəlməsi, ASTV-də deyirlər ki, nota verdik, Putinə meydan oxuyuruq, ay nə bilim İrana meydan oxuyub. Bunlar hamısı Azərbaycan xalqına danışılan nağıldır. Yəni mən əminəm ki, bunlar daxili bazara yönəlmiş. Tam doğru. İlham Əliyev Qarabağı hansı yolla bizim şəhidlərimiz, igid yol qazilərimiz onlar alıb. İlham Əliyev indi deyirdik ki, hər şey düzələcək. Amma yenə deyirəm ki, mən demişəm axı İlham Əliyevin bir xəstəliyi var, acgözlük. O istəyir ki, ancaq onun ailəsi yaşasın, onun ətrafı yesin, kef eləsin. Bu Qarabağ alandan sonra Qarabağda olan insanlara yemək vermək lazımdır. Yəni torpaq verməyəcəksən ki, torpaq ye. Bu Qarabağı alıb və Qarabağa da korrupsiya, biznes gözü ilə baxır ki, aha bu var, gedim orada otel tikim, qaynatama ferma verim, Alyonaya bir otel verim. Bu İlham Əliyev hər şeyə pul gözü ilə baxır. Yəni pul, pul, pul. Ona görə də Qarabağı aldı. Amma səbəbi nədir səncə? Adam pulu çox sevir. Məncə İlham, bilirsən, bu pul belədir də. Pul çox ola bilər və bir gün sən 1 milyardın olanda və yaxud 10 milyardın olanda və yaxud 100 milyardın olanda fikirləşirsən ki, əşi bu puldur da. Bunların hamısını xərcləyib qutarmaq məsələsi var. Mənə elə gəlir ki, İlham Əliyev hakimiyyəti çox sevir, pulu yox. Hakimiyyəti puldan çox sevir və başa düşür ki, sabahların hakimiyyəti itirərsə, hakimiyyət elə hazır alətdir ki, sən onu pula konvertasiya edə bilirsən. Rəhmətlik Elmar Hüseynov jurnalist deyirdi ki, Azərbaycan hakimiyyəti öz iqtidarını pula konvertasiya etməkdə ən böyük ustalıq nümayiş elətdirmiş iqtidarlardan biridir dünyada. Hakimiyyəti niyə çox sevir? Yəni İlham Əliyev səncə Azərbaycanı Şimali Koreya modeli ilə yaşatmaq istəyir, yəni göstərmək istəyir ki, misal üçün, orada da artıq 3-cü nəsil şəxs prezidentdir. İndi o da öz Kim Çinin ya qızını hazırlayır, ya da bacısını. Yəni artıq orada da hazırlıq işləri gedir. O da cavan adamdır, amma səhhətində deyirlər hər hansısa problemlər yaşanılır.
bax, hakimiyyəti sevir, yoxsa deyir ki, misal üçün Azərbaycan hələ də, hökumətin indi sözü var ki, sənin bu araşdırmaların misal üçün stabilliyi pozur ölkədə. Bəziləri mənə zəng vururlar, jurnalistlər, deyir, düz deyiləcək siz bu araşdırmanı, amma dövlətimizə nəsə bir şey ola bilər. Mən də fikirləşirəm ki, balam, bizim əgər dövlətimiz bir nəfərin şəxsi həyatından və yaxud prezidentin övladların şəxsi həyatından asılıdırsa, əslinə qalsa biz cəmiyyətə onu göstəririk ki, bunlar kimdirlər və sabah cəmiyyət əgər hesab edirsə ki, bəli, bunlar hakim elitada qalmalıdırlar, gedək onlara səs verək, bir qaloşa görə və yaxud təzyiq altında və yaxud seçkiyə bəziləri getmir, gedib onun səsini saxtalaşdırırlar. Bizim borcumuz odur ki, onu göstərməkdir, düzdürmü? Doğru. Yəni, səncə, bax, bugünkü gündə sənin bu jurnalist borcu yerinə yetirmirsən, yoxsa sən İlham Əliyevlə şəxsi ədavəti çəkirdin? Yoxsa hər bir ikisi və yaxud bu təkcə jurnalist yox, bu vətəndaş mövqeyini. Aydındır. Mən bunu həmişə, hər zaman izləyicilərə buraxmışam. İstəyir bunu kimsə qisas kimi götürsün, istəyir bir peşə borcumu. Yəni, mən burada qisas məqsədi ilə yox, bir peşə borcumu ortaya qoydum ki, insanlar həqiqətləri bilməlidir. İlham Əliyev düşünür ki, yalan danışmaqla, saxta məlumatlar verməklə ölkəni idarə etmək olar. Mən düşünürəm ki, artıq bu baş verməyəcək. Bu baş verməyəcək və yenə deyirəm ki, burada təsadüfi mehman seçilməyib. Bu informasiyaları ötürüləndə, veriləndə burada mənə artıq maraqlı deyil kim ötürüb. Mən jurnalistəm, blogerəm. Mənə maraqlı deyil bu mənbə kimdir. Yəni bu bəylərdir, Ramiz Mehdiyevdir və ya başqasıdır. Bu artıq önəmli deyil. Önəmli oldu ki, biz ortaya qoyduq ki, İlham Əliyev yalan danışır. İlham Əliyev hakimiyyəti ötürməyə hazırlaşır. Yeri gəlmişkən bugün Vance-la üzr istəyirəm. Görüşdə mən baxdım. Deməli, güc strukturlarından ancaq deyəsən Orxan Sultanov, o əks kəşfiyyat idarəsinin rəisi olmuşdu. Nə Əli Nağıyev, nə Vilayət Eyvazov, nə də bu Elçin Quliyev deyəsən, belə görmədim onları. Səncə, hakimiyyət bu məsələni bilmirdi ki, bax, gec-tez istənilən adamın keçmişi üzə çıxır. Bilmirdi. Bir mənalı olaraq bilmirdi. Niyə? Deməli, bu Alyonanı 2022-də güya toy oldu. Sifətini göstərmirlər. Göstərmədilər. O toy olana qədər İlham Əliyev, Orxan Sultanova, Vilayət Eyvazov, Əli Nağıyevə tapşırıq vermişdi ki, internet ərazisində Alyonanla bağlı informasiya sıfırlansın. Yəni, burada Facebook profilləri, Adnaklasnik və s. Yəni, o qədər təmizləmişdilər ki, Əli Nağıyev İlham Əliyevə İlham Əliyevi tam əmin etmişdi ki, Alyona ilə bağlı informasiya yoxdur. Və həqiqətən də heç bir informasiya yox idi. Nə professional araşdırmaçılar bu illər ərzində onu çıxardıb ortaya qoydu, nə sən, nə mən, heç kim, nə siyasətçilər. İlham Əliyev də artıq tam əmin idi ki, mən sənə bir şey deyim, indi səni keyfi bəlkə də pozmalı olacam. Pozmalı olacam. Mən Alyona Əliyevanın ən azından o Qod Nisanovun qızı olmadığını belə deyək də bir 15-20 dəqiqə vaxt sərf elədim və gördüm ki, bu deyil, yalandır. Sonra sadəcə iş elə gətirdi ki, vaxt yox idi. Başqa məsələlərlə kifayət qədər çoxlu jurnalistlər tutulurdular, nə bilim, həmkarlarımız tutulurdu. Azərbaycan vətəndaş cəmiyyəti darmadağın olunubdur, müxalifət liderləri tutulub. Mənə Alyonanın belə deyək də, keçmişi sırf onun kim olduğunu
ötən illərdə misal üçün birinci dəfə o seçkidə iştirak eləyib. Həmin vaxtı onu identifikasiya etmək bir qədər çətinlik çəkəcəkdim, amma son bir ildə müasir texnologiyalar, hətta Alona Əliyevə bəzi estetik, vizual dəyişikliklər eləyiblər sifətində, saç qurulusunda və s. Hətta onlarla belə onun kimi olduğunu tapmaq o qədər də çətin olmazdı. Və bəzi məqamları da yenə sənə deyim ki, misal üçün sənin araşdırman da çıxandan sonra Ukraynadakı araşdırmacı jurnalistlərlə əlaqə saxlayıb, onun belə deyək də, harda doğulubdu, hansı mülkləri olubdu, onun atasının, anasının, onun yaxın qohumları olan bütün məlumatları əldə eləmiş. Sadəcə yenə deyirəm ki, bax burada bugün baş verən hadisə artıq mən deyərdim ki, bu siyasi Santa Barbara'ya oxşuyur. Bəli. Hakimiyyət qalıb bir yandan deyirlər ki, yox bu deyil. Filan kəs deyir ki, yox bu AI-dır, özləri quraşdırıblar. Yəni min cürə uydurma idi, fikirləşirdilər ki, nə edək? Və gəldi çıxdı həmin ana ki, insanlar başlayıblar fikirləşməyə ki, bəs axırı nə olacaq bu işlərin? Yəni mən yenə deyirəm ki, bugün hakimiyyəti də misal üçün ən çox narahat edən sual ki, hədəfiniz nədir? Misal üçün də. Yəni mən eşidirəm ki, oradan buradan kimsə hədəf axtarır. Deyirəm ki, hədəfimiz nə olacaq? Deyirəm, bax, mənə qarşı biz Azərbaycanda işləyirdik. 2013-cü ildə İlham Əliyev mənim həyat yoldaşımın oturumunu Azərbaycanda 2004-cü ildən yaşayan və fəaliyyət göstərən Amerikalı mənim həyat yoldaşım idi. Azərbaycan dilini İlham Əliyevin nəslində hamıdan yaxşı bilirdi. İndi bilmirəm, Alona xanım bəlkə daha yaxşı öyrənib, müasir texnologiyalarla, yaxşı müəllimələr ola bilsin o da öyrənibdi. Yəni problem burada görmürəm. Amma Dövlət Miqrasiya Xidməti, məsələn biz Amerikaya qış bayramlarına gedəndə 2013-cü ilin dekabrında onun daimi yaşamaq oturumuna artıq müraciət eləmişdik ki, adam 5 ildən artıq yaşayır ki, daimi yaşamaq izni alsınlar. Onun yaşamaq iznini ləğv eləyiblər və deyiblər ki, Azərbaycana qayıtmasın. Bunu eləyən İlham Əliyev. Deyirəm, bax, yaxşı, siz mənim həyat yoldaşımı, xarici vətəndaşı da indi 2 qat qatdaladığın Trump'ın qabağında 2 qat qatlanırsan, deyirsən ki, mənim atam da, anam da Trump. Onu o vaxt Azərbaycandan didərgin çaldın. Dedin ki, Gəlməsin. bütün Amerikalıları qovdu. Sonra dedi ki, nə bilim, sülh korpusunu bağladı. Amerika Hüquqşünaslar Assosiasiyasını, onları dövlət xainləri adlandırdı. Dedi ki, xarici kəşfiyyatın işçiləridir, yazırdılar. Ramiz Mehdiyev indi ev dustallığında olan Ramiz Mehdiyev məndən yazırdı ki, Emin Hüseynov və başqalarıyla narıncı gənclərdirlər, nə bilim. İnqilaba hazırlaşır. İnqilaba hazırlaşır. Biz QT işi ilə məşğul idik. Deyirdilər ki, inqilaba hazırlaşın. Bunu elədi. İşgəncələr, nə bilim, saxlamalar, QT-lərimizi dağıtdı. Fəaliyyətimizi darmadağın elədi. Bizi ölkədən didərgin saldı. Didərgin salandan sonra da vətəndaşlığımızı əlimizdən aldı. Getdik, onu verdi Avropa məhkəməsinə. İşi udduq. Sonra səni tutdular. Səni neçə ildə ölkədən buraxmırdılar? 2012-dən düz 2015 il. 5 ildir sənin şəxsiyyət vəsiqən var. Bunu vurma, sən bunu vurasan İlham Əliyev. İlham, burada bu mənim həyatımı bu da Yaxşı. Nollikon vurur. Qoy belə, dəhşət. 5 il. Burada da var ha. 5 il mən ölkədən çıxışıma stop qoyulmuşdu. 2017-də həbs olundum. 2018-də anamı öldürdülər. Şəxsiyyət vəsiqəvi də ləğv Verməmişlər. eləmişlər ki, hətta gedib xəstəxanada müalicə olunur. Doğru. 2018-də anamı öldürürlər. 2018-in axırı ikinci cinayət işi açırlar. Buna hansı insana danışsan, o insan ürəyi partlayıb ölər.
Sonra 2019-da ikinci cinayətə özü xitam verir, Barışdırır sizi, deyir. barışdırır. Hə, Həmin anda baş verir. Yeri gəlmişkən bu yaxşı barışıq məsələsidir. İlham Əliyev artıq səni bir dəfə barışdırıb. Amma faktiki olaraq özü ilə barışdırıb ha. Yəni deyibdi ki, kişi, mənə də hökumət nümayəndələri çıxırdılar, deyirlər ki, ay qardaşımı da götür ölkədən çıx. Sən o vaxt ölkədə qalmaq qərarına gəldin. Bəli, Düzdür? Mən sənə dedim, dur bala, gəl. Burada sən çox qalanmayacaqsan. Sən dedin ki, yox, mən qalacağam. Mən ölkədə yox, İlham Əliyevdən yazmayım, nazirlərdən yazım, amma ölkəmdə olum. Axırda da belə gətirdi ki, çıxmalı oldun ölkədən. Bax, əsas məsələni nəyə görə burada da tamaşaçılara da bunu izah edirəm. Hər bir şey elədi. Bax, anamızı öldürdü, bəstə eləymiş. İndi Alyonalar gedir, o Səhiyyə naziri. O vaxtı rəhmətlik Oktay Şirəliyev idi, onların qohumu. Bəli. Biz dedik ki, siz öldürmüsünüz. Dedilər, yox, biz öldürməmişik. Həkim səhvi olub, anan yaşlı idi, nə bilim nə idi. Dedik ki, bax, məhkəmə tibbi ekspertizasını keçirin, bizə cavab verin ki, adam nəyə görə ölüb. Hətta onun cavablarını belə vermədilər və cinayət işini demişik ki, açın, cəzalandırın. Ən azından demişik, həkim səhvi olub. Bizlik deyil idi. Bir medsestra orada nəsə düz eləməyibdi, yaxud orada tibbi protokolları pozulmuş. İmtina eləyiblər cinayət işi açmağa. İmtina eləyiblər və məsələnin üstünü bağlayıblar. Sonra da götürüblər öldürdükləri adam barədə başlayıblar sağlığında bir söz demirdilər. Yəni öləndən sonra başlayıblar damğa atmağa ki, siz ermənisiz, siz qanınız, sizin qanınız deməli təmiz Azərbaycan türkü qanı deyil. Ona görə siz İlham Əliyev və hökuməti tənqid edirsiniz ki, nəsə qan probleminiz var. Yəni bu tipli belə deyək də əməlləri eləyən iqtidar bu azmış kimi və bunu eləyiblər, mən indi yadıma gəlir ki, sən həbsdən çıxandan sonra Xərçənglə mübarizə aparırdım və mən dedim ki, qoy cəmaatdan pul yığım, sənin müalicə. Sən dedin ki, o cəmaatda pul yoxdur. Pandemiya başlayıbdı, cəmaat acından ölür. Dedim, sənlik deyildi. Cəmaat istəyəndə doğru. Xalq o günü bir bloger tutmuşdular, Velizar. Velizarı nəyə görə tutublar? Çünki adam belə deyək də, çıxıb ortalığa, maraqlı deyib, gülüb, arada bir qeyri-etik güyəm onların dilinə desək, sözlər istifadə edirdi. 2-3 uşağa 10-15 dəqiqə ərzində 10-15 min manat pul yığıb, aparıb pulu veribdi, deyib ki, gedin uşağı müalicə eləyin. Əməliyyat elə. Götürüb o adamı döyüblər eşək balası kimi, salıblar türməyə. O birisilər də əsim. O qəhrəman tiktokerlər var idi, nə bilimlər. Hamısının dili indi qarnındadır, amma söhbət nədən gedir? Bunlar hətta hansısa belə deyək də, deyib gülən, bəzən belə deyək də, qeyri-etik ifadələr işlətsə belə, insanların öz şəxsi işidir. Baxırlar. Yəni siz TikTokda əgər valideyn baxırsa buna, bu adam kiməsə pul yığıbdır, eləyibdir, buna dözmədiniz, qısqandınız, adamı saxladınız. Sənin işində mən misal üçün deyə bilərəm ki, onlar qısqandılar ki, nəyə görə mehmana bu qədər bir həftə ərzində 100 min dollara yaxın pul yığılıbdır və mənə zənglər gəldiler. Dedilər ki, dayandırıcı o pulu yığmağa. Biz mehmanı dövlət hesabından müalicə eləyəcəyik. Nə qədər lazım olsa və mən bunu dedik ki, qardaş, biz ehtiyac yoxdur. Biz xalq pulu yığar. Yığmaz, mehman dedi ki, mən gedib evimi satacağam və yaxud belə deyək də, gedib ölsəm də heç bir şey eləməyəcəm. Amma bu pulu yığılandan sonra bunlar yazdılar ki, bunlar görürsünüz, erməni lobbisi yığdı bunlara pulu. Bunu dözmədilər. İndi də bundan sonra da sən Azərbaycana qayıtdın pandemiyadan sonra, gətirib sənin evə kamera quraşdırıblar. Valideynlərimizin yaşadığı, indi atam qaldığı evə kamera quraşdırıblar. Kim gəlib, gedibdir, belə ki, də hamama belə kamera quraşdırıblar, yataq yerlərini quraşdırıblar və hamını çəkiblər. Və sonra səni başlayıblar, mən belə başa düşdüm ki, şantaj eləmək. Bəli.
Və belə bir şey məsələ də gəldi çıxdı ki, kimlərsə başlayıb mənə zəng vurmağa, deyib mənə ki, ay Emin, Mehmana nə olubdu? Niyə aqressivləşir? Niyə Niyə aqressiv- dozanı artırıb? Niyə Dozan Axtı, niyə Vilayət Eyvazovla, sonra nə bilim Əli Nağıyevdən yapışıb? Mən də səndən soruşanda dedim, bala, niyə eləyirsən? Elə bilirlər ki, sən hansısa qruplaşma, səni elə bil o biri qrupa hördür. Tırka verir. Tırka verir. Niyə tırkaya girsin? Sən də mənə açdın, tökdün bu söhbəti. Hətta məmurlar bu xəbəri sənə çatdıranda deyiblər ki, Emin Hüseynova bunu xahiş edirik ki, deməyin, qoy o bilməsin. Biz bu səhv elədik, bu videoları çəkdik, Mehmanın evinə kameranı quraşdırdıq. Güya üzrxahlıq eləyiblər. Düzdürmü? Və ayın 4-ü yaxud 5-də də İlham Əliyev Mirşahinlə və ona bənzərləri ilə görüşəndən sonra Real TV-də yenə reportaj çıxır sənin barəndə və mənim barəmdə və iqtidar eyni məsələni hansını ki 2021-ci ildə 20-də etmişdi ki, Eminə bir də Mehmana pulu yığan erməni dayılarıdır. Götürüb buna cavab, bu eyni səhvi hansılar ki demişlər ki, ay biz bilmədik, bunu Ramiz Mehdiyev elətdirib. Təzədən bu işə qayıtdılar. Eyni işi bunlar ki, səncə nəyə görə yanvar ayında bunlar bu addımı ediblər? Və nəyə görə, misal üçün, bütün bu sadalanan sənə qarşı baş verən, mənə qarşı, ailəmizə qarşı, anamıza qarşı baş verən bu haqsızlıqları görən, hətta belə deyək, dırnaq arası hüquq müdafiəçilər, demokratik düşərgənin ekspertləri susurdular bütün bu illər boyu. Mən öz Və indi səni başlayıblar qınamağa ki, hə. Öz fəaliyyətimdən danışım, odur ki, bizim mənim mübarizəm həmişə şəffaf olub, açıq olub, niyyətim təmiz olub, ay nə bilim, çirkli pullarla klanların arasında o davaların aparması üçün istifadə olmamışam, hansısa klana işləməmişəm. Yəni mübarizəmdə səmimi, təmiz olmuşam. İlham Əliyev bunu bilirdi. Əli Nağıyev və digər strukturlar bunu bilirdi. Əməlində, niyyətində təmiz olan insan onlar üçün ən təhlükəli adamdır. Yəni bunlar gördü ki, Mehmanın auditoriyası günü-gündən çoxalır. Mehmana etibar edirlər, inanırlar. İlham Əliyev jurnalistləri həbs eləyib, düşünüb ki, bununla da məsələ bitəcək. Amma gördü ki, jurnalistləri həbs etməklə həmin o izləyicilər gəlib Mehmanı baxırlar, Mehmanın kontentini izləyirlər. Və son dövrlər bizim baxışlarımız, bizim auditoriyamız milyonlara gəlib çatırdı. Bu İlham Əliyevə problem yaradırdı. Amma sənin TikTok akkauntu bloka salıblar. Artıq o da işləmir. Yəni bir insanın TikTokunu bloka sal, Mehman 10 dənə profil açıb və indi milyonlar baxış yığır. Instagram, YouTube fərqi yoxdur. İndi texnologiya dövrü o qədər inkişaf edib ki, yəni səni profilini bağlayıb, pul xərcləyib, Mehman təzəsini açacaq, 10 dənəsini açacaq. O məsələni həll eləmir. Bunlar gördülər ki, Mehmanın fəaliyyəti böyüyür. Bunlar gördülər ki, Mehmanın auditoriyası böyüyür. Bunlar gördülər ki, Mehmana vətəndaşlar videolar göndərirlər, çəkib göndərirlər və dedilər ki, Mehmanı biz yenə də zərərsizləşdirməliyik. Yenə də Real TV-də bunların kimsə o beyin mərkəzləri Əli Nağıyev Mirşahinə siqnal verir ki, bir dəfə də Mehmanı erməni çıxar. Lakin bu erməni söhbətləri, aynı Mehman bir dəfə LGBTQ aktivistinin üzvə durur. Onlar heç nə işləmir. Xalq artıq həqiqətləri bilir ki, Mehmanı tanıyırıq. Mehmanın erməni olsa biz onu qəbul edirik. Amma İlham Əliyev sənin kimi əclaf deyil, sənin kimi korrupsioner deyil, sənin kimi
bu xalqı aldatmır, bu xalqın haqqını yemir. Artıq erməni söhbəti, sənin orientasiyan, bunlar qaldı arxa planda. Biz fokuslanmışıq. Biz İlham Əliyevi zəif nöqtəsindən tutmuşuq. Bu başlanğıcdır. Bu templədə davam edəcək. Ancaq Mehman Hüseynov qərar verəcək ki, nə vaxt bu son olacaq, nə vaxt bu hədə dili və ya nətər deyək onu, şəxsi intiqam mı deyək, Mehmanın bloger fəaliyyəti mi deyək. Yəni Mehman Hüseynov qərar verəcək ki, Səndən bax deyirsən ki, nə vaxt son veriləcək qərarı Mehman Hüseynov verir. Səndən bax bu elədikləri, törətdikləri cinayətlərə görə və yaxud son sənin bu video görüntülər və evdə kamera ilə çəkiblər, nə ediblərsə, kimsə çıxıb deyibdimi ki, biz üzr istəyirik, bu düz deyil idi. Kimsə sənə zəng vurubmu, deyibdimi ki, abalam, Mehman, bağışla bizi, qələt eləmişik. Bax, o deyir, televiziyada çıxırlar, deyirlər ki, biz bağışlayın, o türmədən kimisə buraxırdı İlham Əliyev. Türmənin qabağında deyirdi ki, mən bundan sonra yap yoluna sadiq olacağım, mən düz işləyəcəm, nə bilim, belə eləyəcəm. Yəni, mən ən azından bugünə kimi, misal üçün, bu dinamikanı görməmişim. Hökumət kimi nə işlə görübsə, düzdür, indi bugün hökumət kimlərsə elə adamlar var ki, səni qınayır. Vaxtında o Rauf Arifoğlular, Aynur Camal qızlar Heydər Əliyevi güyəm söyürdülər, təhqir edirdilər. Təhqir edirdilər, yəni deyirdilər ki, Heydər Əliyev ölübdür, bu xanadadır. Onun yerinə Bəylər Əyyubov hansı faksimilə qol çəkib İlham Əliyevi təyin edib. Yəni mən yenə də onu İlham Əliyev üçün o söyüşdü, ola bilər. Amma İlham Əliyev üçün bu böyük təhlükədir. Bunlar bunu yazırdılar. Bəzən birinin üstünə 5 qoyurdular, faktlarsız nəyisə yazırdılar, eləyirdilər. Amma indi deyirlər ki, yox, bu baş verənlər artıq dövlətə, konstitusiya quruluşuna bir təhlükədir. Nəyə görə? Və mən bir şey də gördüm ki, həmin o Rauf Arifoğlular, nə bilim, başqaları, Fərhad Məmmədovlar və yaxud başqaları deyəkmi, indi gedirlər İlham Əliyevlə Şuşada şəkil çəkdirirlər. Deyirlər ki, vaxt var idi bir şəxs deyirdi ki, İlham Əliyev onu öldürmək istəyir, misal üçün. İndi İlham Əliyevin böyründə durur, şəkil çəkdirir. Bəlkə belə deyək də, İlham Əliyev ondan üzr istəyib və yaxud deyib ki, könlünü alıb da nə baş veribsə, onu tarix göstərəcək. Amma hər halda sən deyirsən ki, sən qərar verəcəksən. Misal üçün, sabah İlham Əliyev desə ki, ay Mehman, məsələn də, hansısa beynəlxalq tədbirə gəlibdir, sən də oradasan, gəlibsən jurnalist kimi. Deyir ki, bəs cavan oğlansan, arada bir dəfə sənə deyib ki, cavan oğlansan, beynin qızıbdır, gəlmisən, belə deyək də, baxmamısan, sağa da vurmuşsan, bu divarları başlayıbsan, bütün qırmızı xətləri keçmirsən, bəlkə biraz yavaşlayaq, bəlkə üzrxahlıq eləyək, bəlkə səncə bugün görünən nədir? İlham Əliyev hansı ki gedirdi, belə deyək, hərbi formanı geyinirdi, indi Ermənistanla deyir ki, sülhə hazırıq. Ermənistana benzin verir, Ermənistana, nə bilim, Ermənistandan mal alır. Sabah gedib orada otellər tikəcəklər, Paşa Holdinglər və digər qurumları. Yəni, və dünya praktikası göstərir ki, istənilən müharibənin axırında, bugün Ukrayna ilə Rusiya savaşır, gec-tez bu müharibə bitməlidir. Tərəflər dururlar, deyirlər ki, atışma. Səncə bu iqtidar başa düşürmü ki, onlar özləri həmin o sən dediyin o bumerang effektinin tələsinə düşüblər, yoxsa yox? Tam əminəm ki, hökumət artıq mənim niyyətimin ciddiyyətini başa düşür, anlayır. Mən
yenə də bildirmişəm ki, mən həbsdə olanda 2019-cu ildə İlham Əliyev indi sülh bağlayıb məni azadlığa buraxanda, halbuki azadlığımı mən yenə də ölümlə qazanmışam. Aclığa oturmuşdum, dedim ki, mən azadlığa çıxacağam. Həmin anda mənə deyirdilər ki, qazdıydın, indi səhv eləmiş ya Mehman, bu Kürdəxananın qapısından ta gedsən evə, azadlığa. İndi başa işdə, indi türmə həyatında olan işdir. Kişinin başına iş gələr deyib, mən dedim ki, yaxşı da iş gələr, ta iş gələr. Azərbaycan reallıqlarıdır. Mən elə Kürdəxanın qapısından çıxıb evə gələndə sən demə evdə ikinci sürpriz mənə hazırlayıblar. Kameranı quraşdırmış. Kameranı quraşdırıblar və məsələ bu idi ki, mən təsadüfi halda ölkədən çıxmasaydım, mən bu gün həbs olunsaydım, İlham Əliyev düşünmədən məni həbsxanada sındıracaqdı, düşünmədən o kasetləri yayacaqdı ki, məni müdafiəsiz qoysun, mənim statusumu əlimdən alsın. Mən yenə də təsadüfi halda ölkədən çıxdım və onlar mənə qarşı yenə də dəfələrlə mənə deyiblər də ki, Təsadüfi deyəndə mən sənə demişəm ki, çıx ölkədən. bəli, Keç-tez tutacaqlar. Yəni Sən də dedin ki, yaxşı çıxın. bu niyyət var idi. Mehmana bir dəfə kələk gəlmək olar, 2 dəfə kələk gəlmək olar, 3 dəfə kələk gəlmək olar. Mehman artıq İlham Əliyevin bütün addımlarını, bütün gələcək planlarını bilir. Amma məsələ odur ki, mən İlham Əliyevə göstərdim ki, sənin dildə danışacaq Azərbaycanda oğul var. Mən, sən və biz bilirik ki, insanlar həqiqəti bilmək istəyir. Bundan sonra mən yenə demişəm ki, İlham Əliyevdən fərqli olaraq və sən bəzən deyirsən ki, səndə nə var, səndə nə var. Mən sənə deyim ki, əslinə qalsa məndə olan materialları əgər belə götürəndə ictimai önəmi milyardlarla, sən demirsən ki, misal üçün Alyonanın bir kartejinə 30-35 maşını göstəriblər. Mən göstərə bilərəm ki, o Bala Heydər prezidentin övladı idi. Onu elə qoruyurdular ki, misal üçün də elə yaxtalarla sağa sola gəzirdi. Leyla bir yanda, deyir Aralıq dənizinin bir tərəfində, nə bilim Arzu başqa yerdə, İlham Əliyev başqa yerdə. Yəni bunlar ailəlikcə elə dəbdəbəli həyat tərzi sürürdülər ki, mənim günlərin bir günü fikirləşdim ki, məsəl üçün mən bunu belə deyək də asanlıqca götürüb yükləsəm YouTube-a, bəlkə bu dramaturgiyanı Azərbaycan xalqı başa düşməyəcək. Deyəcək ki, gedib də, onlar da gəzib də. Amma hesablamalar, o gəmilərdə işləyən işçilərin, belə deyək də, sifətlərinə kimi identifikasiyanı yığırdıq ki, hardan yığırlar onları, necə salırlar ora, onlara nə qədər maaş verilirdi. Belə bax, hesablayırdım, deyirdim ki, bərək Allah da, bu pulla, misal üçün, normal bir dövlətdə bilsəydilər ki, belə bir şey baş verir, bəlkə də bu hakimiyyətin sonu ola bilərdi. Amma təəssüflər olsun ki, Azərbaycan kimi ölkələrdə və yaxud Rusiya kimi ölkələrdə bu tipli məsələlər hələ ki böyük təsirə malik deyil idi. Amma mən sənə razıyam ki, hər bir şey dəyişir. İndi gənclər, hansılar ki, bugün belə deyək də, əyninə o 20 manatlıq şalvarı ala bilmir. Onlar baxırlar ki, balam, bu Bala Heydərin həyat yoldaşı gündə bir sumka geyinir, nə bilim, belə deyək də, Instagramla xalqın başını aldatmaq olar, amma xalqı yemləmək olmur. O deyir, gərək çörək də verəsən. Doğru. Romada bir məşhur qayda var idi, xalqa çörək lazımdır, bir də şou. Şounu verirdilər Instagramda, nə bilim, like'larla, falanlarla, deyirlər ki, görürsünüz, bizə baxırlar, şərhləri pozur, ancaq pozitiv şərhləri saxlayırlar, trollar ordularını saxlayırlar. İndi isə vəziyyət elə gətirib çıxıbdır ki, onlar
heç nəyə nəzarət Nəzarət eləmirlər. İlham Əliyev çıxılmaz vəziyyətdədir. İlham Əliyev çıxış yolu nədir? çıxış yol misal üçün mən bu gün onun Bəlkə İlham Əliyev sabah dedi ki, məsəl üçün o deyirdilər, jurnalistlər var idi ki, İlham Əliyev Singapur modeli ilə gedəcək. Orada da bir avtoritar hökmdar gəldi, sonra bütün dostlarını tutdu. Güyəm korrupsiya ilə mübarizəni İlham Əliyev nə modeli seçirsə seçsin. Yenə deyirəm ki, mən həbsdə olanda, həbsdən sonra mən evdə hansı materialları hazırlayırdım. İlham Əliyevin hər şeydən xəbəri var idi. Əlin Ağayevin hər şeydən xəbəri var idi. Mənə qoyulacaq hörmət sıfır idi. İndi amma nə göstərirəm, nə təqdim eləyirəm, nə ucunu göstərirəm. Deyirəm ki, İlham Əliyev hər həftə bax, YouTube-u aç, kinonu gözlə. Mənə artıq deyirlər ki, Mehman, pul buraxaq, bu kinoları Netflix-ə, beynəlxalq auditoriyaya çıxardaq. Bu da yaxşı təklifdir. İnsanlar indi son qəpiyini belə verməyə hazırdılar ki, Mehman, bu işi sona kimi apar. Bu işi sonlandırmalısan və biz sənə nə dəstək lazımdırsa, bu bizə çox baha başa gəlir. Hər bir informasiyanı almaq üçün biz pul tapmalıyıq, maliyyə tapmalıyıq. Pulsuz vermirlər. Araşdırma bu təhlükəli işdir. Hətta antikorrupsiya araşdırmaları əslində qalsa ən bahalı, ən təhlükəli işlərdən. Ən təhlükəli peşə fəaliyyətlərindən biridir və Azərbaycanda bunu bu günə kimi edən bəzi jurnalistlər var idi. Onların aqibətini sən görürsən ki, həbsxanalardadır. Bəziləri, misal üçün bu gün belə deyək, o tutulan jurnalistlərin yarısını güyəm korrupsiya maddələrində də tutublar. 500 manat güyəm maaş alırdı hansı jurnalist. Biz artıq nə mən düşünürəm, o qədər təkliflər, o qədər dəstək var ki, mən düşünürəm ki, biz digər modelə keçməliyik. Korrupsiya, antikorrupsiya fondu yaratmalıyıq və insanları çağırış eləyəcəyik ki, bizim işimizin stabil, davamlı olmaq görmək istəyirsinizsə, material bizdə ən qədər. Siz maddi yardım verəcəksiniz bizim komandamıza, biz keyfiyyətli kontent yaradacağıq, araşdıracağıq, insanlara təqdim edəcəyik. Artıq insanlar buna hazırdır. 1 il bundan qabaq buna hazır deyildi. Ya 2 il bundan qabaq, ya 3 il bundan. İndi məqamdır ki, insanlar son qəpiyini verməyə hazırdılar ki, bu iş davam eləsin. Və bu son qəpik məsələsinə gəldikdə, mən səndən əvvəlcə danışanda ki, İlham Əliyev nəyə görə belə görməmiş kimi sən dediyin kimi özünü aparır. Bunun belə deyək də cavabı zənnimcə nədir? İlham Əliyev istəmirdi ki, ölkədə orta təbəqə əmələ gəlsin. Yəni ölkədə ya kasıb xalq ayaq üstə zorla pensiyadan, nə bilim sosial müavinətlərdən ələ baxan zəif, gözü kölgəli xalq olsun. Müəllimlər olsun ki, buradan sabah bir şey olan kimi attestasiya ilə onun dalına təpik vurub qovub və varlı təbəqə. Bir də lap varlı təbəqə, hansı ki öz ətrafıdır. Və onları da vaxtı ikən o Kəmaləddin Heydərovları, Ramiz Mehdiyevləri, indi Bəylər Əyyubovları götürüb sirkələyir. Onların da əlində nələri varsa alır ki, öz balası üçün, nəvəsi üçün, nə bilim, oğlu üçün, qızları üçün yeni bir svita yaradılar. O favoritləri yaradılar ki, öz həmyaşıdları olsun, o şampunçiklər və yaxud belə deyək də, qaquliklar, şəhər uşaqları, Bakı uşaqlarını yığırlar. Köhnə Heydər Əliyevin komandasını necə ki, vaxtı ikən İlham Əliyev gəlib öz tələbə yoldaşlarını gətirib, indi də bunların dostlarını gətirirlər. Səncə, bax, Azərbaycanda hələ də mən hesab edirəm ki, məsəl üçün kasıb insanlar bu gün Azərbaycan elə vəziyyətə gəlib çıxıbdır ki, 10 illik dinamikanı biz baxanda büdcəyə
O İlham Əliyev deyirdi, bizim xarici borcumuz yoxdur, hamıdan aşağı. Bu gün İlham Əliyev əlini belə uzadıb, görür ki, o xarici saldo azalıb, hər il təxminən 1 milyard azalır. Gələn il sıfıra ola bilər olsun və devalvasiya getməlidirlər. Vəziyyət pisləşəcək, xalqın cibindən yenə kəsməlidir. Və gediş onu göstərir ki, Mən gedişi xalq görürəm. lap pis vəziyyətdə olacaq. Amma mühacirət var. Nə bilim, Söhbət xalqdan getmir. İlham Əliyev insanların qəlbinə dəyib. İnsanların Kubinkada, Sovetskidə evləri başlarına uçurdub. En qədər mühacir var ki, evlərini söküblər, ona görə qaçıblar. En qədər adam var ki, biznesini əlindən alınıb, şərlənib, həbs olunub və s. Yəni İlham Əliyev kimin qəlbinə dəyibsə, o adamlar bizi tapıb. Amma İlham Əliyevin ikinci problemi odur ki, onun ətrafında Ramiz Mehdiyevlər kimi var, bəylər kimlər var və artıq ətrafı başa düşür ki, İlham Əliyev hansısa məqamda bunları ata bilər, hansısa məqamda bunları sata bilər. Bəşər Əsəd kimi. Və indi ətrafı belə razıdırlar, mənlə kontakt qururlar ki, Məlumatları əlimizdə sızdır. məlumat var. Amma əvəzində nəsə istəyirlər. Əvəzində İlham Əliyev misal üçün o ətrafı, o pul, o milyonlarla, milyardlarla talayan onlar səndən nə istəyəcəklər? Bizə Mənə elə gəlir ki, o bəzən o deyir bizə nəsə ver, güya özlərinin izləri itirmək üçün. Deyirlər ki, ver. İstəyənlər var. Amma yenə deyirəm ki, vəziyyət dəyişib. İlham Əliyevi ətrafı belə artıq hansısa cüzi bir məbləğə satmağa qadir olan insanlardır. İlham Əliyev bu təhlükəni görür. Artıq əmindir ki, bu fırtına gəlir. Biz də öz işimizə davam elətdirməliyik. Mən sənə bir şey deyim. Bax, kimlərsə deyir, indi ölkədən o banklarda işləyən operatorlar var, bir də Milli Bankda. Əgər o Danske Bank tarixçəsi yadındadır, bir nəfər götürübdür, bütün o transaksiyaları fleşkaya köçürüb, jurnalistlərə ötürüb. Əgər o məlumatlar Azərbaycanın korrupsiyanın o qan damar sistemi, bu Paşayevlərin banklarıdır, Beynəlxalq Bank, Kapital Bank, vaxtı ikən ələ keçirdikləri banklar, əgər o adi o bank işçiləri bugün o məlumatları götürüb və jurnalistlərə ötürsələr, mən sənə deyim ki, misli görünməmiş, belə deyək də, miqyasda korrupsiyanı ifşa etmək nəinki günlər, aylar, indi süni intellekt proqramları ilə, məsələn, proqram təminatları ilə araşdırmaları elə tez və dəqiq eləmək olur ki, və xalqın dilində çatımlı üslubda çatdırmaq olur ki, mən şəxsən hesab edirəm ki, 1, 2, 3 ildən sonra nəinki İlham Əliyev, dünya diktatorları xalqlarını nətər aldadacaqlar və bu sirləri nətər 10 qapı arxasında saxlayacaqlar, başa düşə bilmirəm. Doğru. Biz amma Yəni İlham Əliyev də misal üçün də, əgər həqiqətən də ölkəni sevirsə, özünü sevirsə, ailəsini sevirsə və belə deyək də, hesab edirsə ki, çıxış yolu burada o demokratik dinç keçiddir, düzdürmü? Konstitusional keçid. Səncə İlham Əliyev havası deyə bilər ki, əşi, yaxşı da, mənə bıyıqdır boğaza, azad ədalətli seçki edirəm. Mehman. mən belə şeyə inanmıram. Mən Pinochet eləyib, diktator. Çilidə eləyib. İlham Əliyevdən belə performans gözləmirəm. Mən gedib kinoların üstündə işləməliyəm. Biz söhbət elədik, planlarımızdan danışdıq. Başlatmışıqsa bunu necəsə yekunlaşdırmalıyıq. Axırda yenə də deyirəm ki, səni çox yormayacağam. Bilirəm ki, insanlar da bizə indi baxırlar. Əziz tamaşaçılar, mən yenə də bildirmək istəyirəm ki, bugünkü mövzumuz bəzilərində sual qalır. Şəxsən məndə sənə qarşı heç bir sual yoxdur. Misal üçün, mən bir dəfə sənin düşərgəvə kimlərsə deyir ki, Mehman başlayıb söyüş söyməyə. Sən bunu təqdir edirsən. Dedim ki, mən təqdir eləmirəm, amma mənə qarşı
Mən misal üçün İlham Əliyev tuta bilmədim. Mən bir il İsveçrə səfirliyində qaldım. Sonra da İsveçrənin dövlət başçısı gəldi. İlham Əliyevlə danışdılar, əl-ələ verdilər. Dedilər ki, biz emini götürürük. Məni də prezident təyyarəsinə mindirdilər. Apardılar İsveçrəyə. Sabahçı gün İlham Əliyev vətəndaşlığımı ləğv edib. Yəni mən sənin yaşadıqlarını yaşamamışam. Bizim yeganə yaşadığımız, misal üçün Frəngiz anamızı itirilməsi olub. Amma sən ölkədə idin, misal üçün. Səni həbsxanadan hətta minnət eləyib buraxdılar onun dəfn mərasimində. Sonra təzədən həbsxanaya qaytardılar. Məni bu gün kimlərsə deyir ki, məsələndə hədələr yazırlar ki, ay sizin ananızın qəbri oradadır, belədir, elədir. Sən bir dəfə hansı jurnalistə, bir neçə jurnalistə dedin ki, anam ölübdür, o qəbir daşı da oradadır. Heç insanlar öləndən sonra bir kəfəndir, bir də özüdür, bir də baş daşıdır. Səncə hakimiyyət mənəviyyatsızlığın bu belə deyək, o cılız səviyyəsini göstərərək bizdən nəyə görə hansısa belə deyək də qırmızı xətlərə əməl etməyini gözləyirdi. Yəni bunlar o qədər naiv idilər, yoxsa Yox, cəzasızlıq idi səncə? Cəzasızlıq idi. Yəni bu hissləri yaşamayıblar. Yox, məsələ başqadır. Məsələ İlham Əliyev razı idi ki, bunu xaricdə get mehman, xaricdə məni söy, istəyirsən ailəmi söy, amma fakt qoyanda İlham Əliyevi sanki tok vurur. Yəni o gözləmirdi ki, onun qədər informasiyaya biz də malikik. O gözləmirdi ki, biz nəinki söyəcəyik, nəinki qırmızı xətləri keçəcəyik, biz ortaya fakt qoyacağıq ki, bu millətə, namus qeyrətdən, milli mənəvi dəyərlərdən danışan adamın öz ailəsində belə o dəyərlər yoxdur. Mən yenə də qayıtmaq istəyirəm o milli mənəvi dəyərlər. Mənim üçün əgər sən xalqın milyardlarını oğurlayırsansa və buradan belə deyək də o başva çalma gelib həcə gedirsənsə, mənim üçün ən böyük mənəviyyatsızlıq, şərəfsizlik xalqın, yetimin, şəhidin, nə bilim, qazinin pensiyasını oğurlayıb, milyonlarla velosipedləri, uşaqların velosipedlərini oğurlayıb, 50 nəfərə saxta bir dənə Instagram şousunu düzəldirsiniz, velosiped hədiyyə kampaniyasını deyir. Bu mənim üçün göstəricidir. Yenə deyirəm ki, səncə, bax, Azərbaycan xalqı, bunu hamını bildik, istənilən vaxtı, misal üçün, məhəllələrdə də o dedikodular həmişə maraq doğru, misal üçün. Amma milyardları oğurlayanda nəyə görə xalq bunu xalqa qarşı böyük təhqir kimi qəbul eləmir? Xalq başa düşəndə ki, İlham Əliyev bu milyardları oğurlayıb, yaxtalara yox, villalara yox, öz üzr istəyirəm, şeyinə, kefinə xərcləyir. Bax, onda xalq oyanacaq. İlham Əliyev də istəyir ki, cəmaət ancaq nəyi görsün ki, bu oğurlayır, otelə xərcləyir. Amma məsələ o deyil artıq. Bəy, bax, yaxşı gedir. Məsələ odur ki, Bəs axı qanunu dəyişib İlham Əliyev. İndi bax, yenə sən o... məsələ odur ki, İlham Əliyev bizdən oğurlayıb, kefinə, Heydərin kefinə, klublara, yaxtada eskort qızlara, Odessada striptiz klublara, ay nə bilim qumarxanalara ora xərclənir. Biz vətəndaşları göstərməliyik ki, İlham Əliyev sənin pulunu oğurlayır və kefinə xərcləyir. Otelə, mülkə yox. Çünki mülk elədir ki, mən deyəndə ki, İlham Əliyev otel tikib ailəsinindir, cəmaət bilsə nə yazır mənə? İlham Əliyev gedəndə xalqa qalacaq, o bina. Amma İlham Əliyev öləndə şey kimə qalacaq? Heç kimə. Biz İlham Əliyev zəif nöqtəsini tutmuşuq və davam eləməliyik. Əbə. Uğurlar. Mən yenə də səni istəyirəm ki, bax bu verilişimizin bu sonunu, mən istəyirəm ki, biz dünyavi dövlətdə yaşayaq. Biz İlham Əliyev əgər, misal üçün də, mən çıxış yolunu, bax axırda bir dənə də, İlham Əliyev bilirsən nəyə görə qorxur? Ki, bax, hakimiyyətdən nəyə görə yapışıb? İlham Əliyev fikirləşir ki, sabah hakimiyyətdən getdim,
hakimiyyətə kim gələcəksə onu məhv eləyəcəkdir. O ona görə özünü bir dar bir küncə sıxılmış kimi hiss edir. Sən deyirsən, İlham Əliyev də xalqdan çəkinir, səndən çəkinir, məndən çəkinir. Biz də misal üçün İlham Əliyevdən çəkinib ölkədən çıxmışıq. Belə deyək də, hasarın bu tərəfinə keçdik. Buradan İlham Əliyevə söz deyirik. Sən nə bilim arada atmacalar deyirsən. Amma yenə də demək istədiyim odur ki, bugün bax İlham Əliyevə çıxış yolu göstərmək lazım ki, balam. Mən o çıxış yolunu tapdım da. Məsəl üçün Biden administrasiyası seçkidən qabaq dedi ki, birdən seçkini gördü ki, uduzdu. Götürübdü, əfv eləyibdi özünü. Bir də bütün qohum əhrabasını. Mənə elə gəlir ki, əgər hakimiyyətdən belə deyək, görürsən ki, hakimiyyəti zorla saxlamaq mümkün deyil. Xalq nifrət edir. Bəlkə bəzən də söhbət puldan getmir. Ha. Adam bezib. Sənin neçə yaşın var? 35. 35 yaş. 89 təvəllüdsən də. Sən ömründə, sən şuurlu həyatında 89-da dünyaya gələndə Sovetlər Birliyi dağılırdı. Mənim yadımdadır. 10 yaş səndən böyüyəm. Mən o 2-3 ili, 2 illi gördüm ki, Azərbaycanda nəsə bir yeni bir keçid dövrü var. Sovetlər Birliyi dağılıbdır, nə bilim nə. Ondan sonra gördüm ki, Heydər Əliyev gəlib, o deyir, Heydər baba, qayıt xalqı bu bəladan qutar. İndi Heydər baba gəldi, gəm xalqı bu bəladan qutardı, ilhamı bizə verdi. İlham da deyir ki, görürsünüz, Heydər baba qutardı. İndi o öz oğluna hakimiyyəti vermək istəyir. Bəlkə də o qədər sərvətə sahib oldu, fikirləşər ki, balam, bəlkə indi bir fasilə götürək məsələndə. Özünü əfv eləsin, desin ki, ay cəmaat, bax sən demirsən, otellərimdir, budur. Hansı bir nəslini, bütün qohum əhrabasını saxlamaq üçün, hansı bir faizi saxlasın üçün, qalanı da desin ki, bax bunu dövlətin xeyrinə keçirirəm, gəlin milli barışıq elan edək. Səncə ona şuuru çatacaq, ha vaxtsa da yoxsa yox. Yoxsa zaman göstərəcək. Zaman göstərəcək. Zaman göstərəcək. Mən hətta düşünürəm ki, İlham Əliyev bizim fəaliyyətimizə uyğun addımlar atacaq. Amma mən sənə bir şey deyim sonda. Kimlərsə deyirdi ki, siz bu işlərlə dövləti sarsıdınız. Biz dövləti sarsıtmırıq. Dövləti və xalqı o belə deyək də, o şoka durumluğunu göstərir ki, əslində qalsa şoka cəmiyyəti o salmalıdır ki, İlham Əliyev o tibbi sığortanı azaldır. İndi mən yenə də deyirəm ki, misal üçün şəxsən mən özüm üçün qərara gəlmişəm ki, bunları sosial şəbəkələrini izləyib bir ictimai qınaq formasında bunlara abır-həyə verir. Misal üçün gedirlər xəstəxanada ağır görünətə tibbi protokolları pozurlar. Uşaqla hansından ki maskada, xüsusi belə paltarda geyinməlisiniz, durub şəkil çəkdirirlər, paylaşırlar. Sonra yəqin kimsə bunlara deyib ki, abalan belə eləmək olmaz. Axırıncı postlarda yenə baxıram ki, yenə gedib talasemiya xəstəsinin yanına üşədən uşaqla danışırlar. Sonra yenə girib palataya yenə də selfie çəkdirirlər, maskasız. Yəni bunlar hələ də fikirləşirlər ki, bu tipli manipulyasiyalar. Şovlara artıq insanlar inanmır. Amma hələ də ki layklar qoyurlar. Laykları araşdırmışam. Laykları da öz troll ordusu eləyir. Əsl Azərbaycan vətəndaşı özünə, ailəsinə, dəyərlərinə hörmət eləyən şəxs bu şovlara inanmayacaq. İlham Əliyevin troll dəstəsi var. Troll dəstəsinin dəstəyi hər şey demək deyil. İlham Əliyev girsin mənim kinolarımın altında olan milyonlar, 10 minlərlə şərh var. Oxusun və xalqın fikrini bilsin. Sənin kinolarımın altına ehtiyac yoxdur. O günü Mirşahinin həmin o məşhur dırnaqarası videosunun altına girdim. Baxdım orada 130 nəfər şərh yazıb. Onun 129-u Mirşahinin Cəlal Əliyevə rəhmət oxuyur. Cəlal Əliyev rəhmət oxuyurdular.
Və yenə deyirəm ki, elin gözü tərəzidir, amma mənə elə gəlir ki, indi durum belədir ki, biz xalqın tənqidi düşüncəsini inkişaf elətdirməliyik. Mən yenə də sənə demirəm ki, Mehman, bu ifadələri işlətmə eləmə. Sadəcə mən hesab edirəm ki, xalqın düşüncə tərzini o səviyyəyə çatdırmalıyıq ki, xalq özünə məhz onun milyardlarını oğurlayıb, belə deyək də, güyəm qospitallar tikirlər rayonlarda, amma həkimə maaş vermirlər. Həkimlərin hamısı gəlir Almaniyaya qaçıblar. Doğru. Başqa Avropanın ölkələrinə qaçıblar. Azərbaycanda bundan sonra birazdan həkim də qalmayacaq. Yəni bizdə daşa, nə bilim, avadanlığa pul verməkdənsə insanlara pul verməliydilər. Doğru. Biz mənə elə gəlir ki, insanlara insan dəyərini aşılamalıyıq və onlara göstərməliyik ki, haqqınızı tələb edin. Yəni susmayın. Hələ bildiyini eləsə, mənə elə gəlir ki, gec-tez xalqın bu müqavimətinə tab gətirməyəcək. İlham Əliyev məcbur olub ya düzələcək, ya da getməli olacaq. Tarixin arxivinə. Hələlik isə zaman göstərəcək. Mən təşəkkür edirəm ki, sənlə görüşdük. O bəzən sənin araşdırmalarından sonra deyirlər ki, özünüzdən müğayət olun. Mən sənə yenə də peşəkar jurnalistikada uğurlar arzulamaq istəyirəm. İstərdim ki, sən hazırladığın reportajların peşəkar beynəlxalq jurnalistika standartlarına yaxın olan materialları olsun. Amma yenə də öz bildiyin, sən bugün gördün, xalqın dili ilə danışan jurnalistikadır, blogerçilikdir. Mənim indi gördüyüm iş Əliyevlər tarixində götür Heydər Əliyevin, idarəçiliyini İlham Əliyevin, Mehribanın. İlham Əliyev öz idarəçiliyi dövründə 3 dəfə zərbə alıb. 1. Qiyasla Bayram heykəli yazanda Gül bayramı ləğv olundu. 2. Mən həbsdə olanda 19 yanvar 2019-cu ilin aksiyası 30-40 minə yaxın adam küçələrə çıxdı. Sonra İlham Əliyev gəlib paştalyon kimi məktublar yığırdı və ən böyük zərbəni indi gördü. Amma bu hələ də qarşıda gələn o fırtınanı görəndə bu indiki elədiklərimizə şükür edəcək. Mənə elə gəlir ki, verilişimizi bitirməliyik ki, Tanrı Azərbaycanı qorusun, Azərbaycan xalqını qorusun. Biz də çalışacağıq ki, əl-ələ, sıravi vətəndaşlarımızla, ölkəni sevən hər bir kəslə ölkəmizi işıqlı gələcəyə doğru aparmağa yardımçı olaq, əlimizdən gələni əsirgəməyək. Mən yenə də fikirləşirəm ki, biz bu danışıqları, müzakirələri davam elətdirməliyik və gec-tez mənə elə gəlir ki, cəmiyyətdə ictimai qınaq, ictimai tələb səviyyəsi artdıqca İlham Əliyev məcbur olub cəmiyyətlə hesablaşacaq. Necə ki, bugün misal üçün sən deyirsən ki, sənə yaşatdığı hissləri ki, sənin milyonlarla insanları Azərbaycan 10 milyonluq xalqı deyir ki, 400 siyasi məhbus içəridədir. 6 ildir sərhədləri qapalı saxlayır, deyir, milli təhlükəsizliyinə görə. Sənin problemin var Rusiya ilə, İranla. Götür iki dövlətlə sərhədi qapalı saxla. Gürcüstanda yaşayan misal üçün insanlar normal gedib gəlsinlər. Məsələn, sənin nəsə bir problemin varsa, sən o problemi həll edə. Sərhədi bağlı saxlamaqla, insanların ağzına skoç vurmaqla problemlər həll olacaq. Ona görə də mənə elə gəlir ki, danışıqlar olmalı, dialoq olmalıdır. Mən əminəm ki, İlham Əliyev kimsə, Əliyevlər ailəsində bir söz var. Mən zərrə qədər əminəm ki, bizim ən böyük səhvimiz nə idi? İlham Əliyev hakimiyyətə gələndə hamı deyirdi ki, bu qımarbazdır, kefkomdur, bu hakimiyyəti əldə saxlaya bilməyəcək, dağılıb gedəcək. Ən böyük vətəndaş cəmiyyətin müxalifət səhvi o idi ki, sən qarşı tərəfin potensialını düzgün qiymətləndirmədin. İlham Əliyev də fikirləşibdi ki, bunlar kimdir? Mehmandır, gedib mən ona xox gələcəm, nə bilim, emindir
vətəndaşlığını alacağam əlindən, nə bilim ailəsini. Deməli İlham Əliyev də Qovacam düzgün şey. hesablaya bilmir. O da düzgün hesablaya bilmir. Amma bu gün mən hesab edirəm ki, məsəl üçün o gedib yaxşı pis özünə münasib olan beynəlxalq şəraiti yarada bilib. İndi yaxşı bicliklə, düzlüklə, əyriliklə deyək, o başqa bir tərəfdir. Amma bunu başa düşür ki, balanslaşdırılmış siyasət olmalı. Əgər sən öz xalqınla, öz oponentlərinlə, məsəl üçün Əli Kərimini tutursan, soxursan içəri, Tofiq Yaqublunu tutub soxursan içəri, ölkədə müxalifət qalmır, mühacirət qalır. Elə bilir ki, mühacirətdə qanun qəbul eləyəcək ki, söyüş söyməyin, söyüş söyəni yığışdıracaq. Nə bilim, cəmaata cinayət işləri açır, mühacirlərə qarşı. Elə bilir ki, cəmaat susacaq. Mən elə gəlir ki, artıq hətta o mühacirlər belə heç kəs heç nədən qorxmur. Yox, bir İlham Əliyevin son addımları çox mənasızdır. İnsanlar Yəni otursun, xalqla danışsın, müxalifətlə danışsın. Orta məxrəcə gəlsin ki, balam, gəlin demirsiniz, düzgün oynayaq. Ədalətli qaydalarla oynayaq. Gəlin belə deyək. Mən sənə bir şey deyim, axırda bax indi həmişə jurnalistlər bayaqları World Congress, Liberty Congress-in üzvüsən də. Söhbət düşüb bu gün bir tədbirdə Uqandadan ki, Uqandada 86-cı ildən bir şəxs hakimiyyətdədir. Uqandada. Uqandanın müxalifətçiləri belə deyək də insanları orada tuturlar, döyürlər, öldürürlər, işgəncə güllələyirlər. Amma Uqandanın parlamentində müxalifətçilər var. Deyirəm ki, baxın. Azərbaycanın bəzən o Afrikanın uzun müddətli diktatorlarını müqayisə edilir. İlham Əliyev elə bir sistem qurubdur ki, hətta Afrika diktaturaları ilə müqayisə olunmaz dərəcədə belə deyək də siyasi sistem qurubdur ki, hətta ona baxırlar bəzi Avropalılar deyirlər ki, bu demokrat Avropa Şurasının üzvüdür. Deyirəm bala, bu Avropa Şurasının üzvü deyil. Bu Avropa Şurasında 3 ildir məhkəmə qərarlarını icra eləmir. Cəmaətin evini söküb, kompensasiyaları vermir. Deyir, mən belə istəyirəm, keyf eləyəcəm. Cəmaətin evini sökməsən, kompensasiyasını ver. Yəni, bu cür iqtidar özü başa düşməli. Sən xalqın başına evini uçurdanda, kompensasiyasını verməyəndə, müxalifət liderlərinin övladlarını, qızlarını çəkib, qurama işlərlə, şantaj eləməklə, nə bilim, 100 dənə fırıldaqla eləyəndə axırda gəlib öz başına çatlayacaqdı. Belə də oldu. Təəssüflər olsun ki, amma o tale bumerangı elə gətirir hər zaman. Əgər sən kiməsə pislik eləyirsənsə, o mütləq qayıdacaq. Özün də görməsənsə, sən yaxınların onu görür. Ona görə ki, bir-birimizə ancaq yaxşılıq eləməliyik Azərbaycan naminə. Mən yenə deyirəm ki, çox sağ ol, təşəkkür. Var ol və özün bilərsən. Sən mənə elə gəlir ki, hansı işi, hansı belə deyək, reportajı daha yaxşı eləyə bilərdin, özün məndən də yaxşı bilirsən. Amma hələlik bircə onu deyə bilərəm ki, işimizi davam elətdirməliyik. Sən öz işimi davam elə, mən öz işimi və Azərbaycan xalqına da həqiqətləri çatdırmağa davam edək. Sağ olun, salamat qalın. Buradan da yenə deyirəm ki, qarşıdan München Təhlükəsizlik Konfransı gəlir. Bəlkə München Təhlükəsizlik Konfransına gedək. Orada Prezident İlham Əliyevə sual verək ki, mən sual verim ki, ay cənab İlham Əliyev, niyə mehmanla bu cür özün ona sualları verəsən, mənim hələ ki suallarıma vaxtlarım yoxdur, mənim vaxtım cəmaət gözləyir. Çox sağ ol. Sağ ol.